Rusiya Federal Təhlükəsizlik Xidməti ilk dəfə olaraq Stalinin ilk xarici səfərinə hazırlıqla bağlı qurumun mərkəzi arxivindən məxfiliklə çıxarılan sənədləri dərc edib. Söhbət Sovet İttifaqı, ABŞ və Böyük Britaniya liderlərinin 1943-cü ilin noyabrın 28-də başlayan Tehran konferansından gedir. Konferansın Tehranda keçirilməsi ilə bağlı yekun qərar 1943-cü ilin noyabrın 8-də qəbul edilib. SSR Daxili İşlər Komissarı Lavrenti Beryanın və Dövlət Təhlükəsizlik Komissarı Merkulovun göstərişi ilə Sovet nümayəndə heyətinin təhlükəsizliyini təmin etmək üçün bir qrup yüksək rütbəli təhlükəsizlik işçisi Tehrana yola düşüb. Bir ay ərzində onlar şəhərdəki mühüm yerləri izləyiblər, İngiltərə və Amerika səfirlikləri ilə tanış olublar. İlk addım mühafizəçilər üçün yer seçmək olub. Məxfilikdən çıxarılan hesabatda qeyd edilib ki, bunun üçün iki variant olub. Sovet səfirliyi və Tehrandan 14 kilometr aralıda yerləşən daha böyük bir səfirlik binası. Eyni zamanda binaların təmiri və konferansın keçirilməsi zamanı səfirliyin ərazisində yaşayan 126 nəfərdən ibarət 43 ailənin, o cümlədən 45 uşağın bir ay müddətinə başqa yerə köçürülməsi də təklif edilib. Plan əsasən səfirlik parkına keçən yolda 4 kəskin döngənin düzəldilməsi, eni 6 metr və uzunluğu 200 metr olan yeni yolun salınması, parkın yol və cığırlarının abadlaşdırılması, parkın arxalarının təmizlənməsi, boş ərazilərə cim döşənməsi, həmçinin parkdakı 5 su hovuzunun təmiz və şirin su ilə doldurulması, səfirliyin həyətyanı divarının cənub hissəsində təmir işləri aparılması, parkın mərkəzi hissəsində və səfirliyin sərhəd divarı boyunca əlavə işıqlandırmanın quraşdırılması nəzərdə tutulub. Konferansda əsas məsələlərdən biri səfirliyin su təchizatı olub. Səfirliyə su şəhərdən 12 km aralıda dağətəyi ərazilərdə yeraltı kanallar vasitəsilə verilib. Onların ümumi uzunluğu 20 km və 895 quyudan ibarət olub. Səfirliyə gedən yolda yerləşən 28 quyu şəxsi mülkiyyətdə yerləşib. Odur ki, hər bir quyuda mühafizəçilər yerləşdirmək çətin olduğundan Sovet səfirliyi Bakıdan 2 tanker gətirməklə dağ bulaqlarından gündəlik su tədarükü təşkil edib. Konferansda Sovet nümayəndə heyətinin təhlükəsizliyinə başçılıq edən SSR Dövlət Təhlükəsizliyi Xalq Komissarlığı 6-cı İdarəsinin rəisi Dmitri Şadrin yazılarında qeyd edir ki, Stalin 1943-cü ilin noyabrın 26-sında Bakıdan təyyarə ilə gəldiyi aerodroma 6 zenit qurğu ilə mühafizə olunub. Amerikalılar binada gecə-gündüz 10 mühafizəçisi, binanın yaxınlığında isə daha 5 mühafizəçi yerləşdirib. Amerika nümayəndə heyəti 3 ölkənin təhlükəsizlik rəhbərləri tərəfindən imzalanan və möhürlənən vəsiqələrlə əsas darvazadan Sovet səfirliyinin ərazisinə daxil olub. Səfirliyin kommunal qapısından daxil olan Britaniya nümayəndə heyəti üçün isə eyni prosedur həyata keçirilib. Stalin saraya gələndə sarayın ətrafında və içərisində əsas girişdən şah dəftərxanasına qədər Sovet mühafizə postları qurulub. Stalin Britaniya səfirliyində səfər zamanında eyni təhlükəsizlik tədbirləri həyata keçirilib. Şadirinin məruzəsində Tehran konferansının ən diqqət çəkən məqamlarından biri də yer alıb. 1943-cü il dekabrın 1-də SSR səfirliyinin iclas zalında İngiltərənin baş naziri Winston Churchill Stalingrad müdafiəçiləri üçün İngiltərə kralının adından Stalinə qılınc təqdim edib. Təqdimat mərasimində konferansda iştirak edən 3 ölkənin hərbi qulluqçularının fəxri qaravul dəstəsi düzülüb. Xüsusi vəsiqələr olan fotoqraflar dəvət olunub. Britaniyalı hərbiçi qılıncı Sovet zabitinə təqdim edib. Stalin, Roosevelt və Churchill iştirak etdiyi Tehran konferansının təhlükəsizliyi tam nəzarət altında olub və bütün risklər qabaqcadan aradan qaldırılıb. Eyni fikirləri Amerikalı və Britaniyalı kəşfiyyat orqanları da deyir və öz xidmətlərini qabardırlar. Ancaq yəqin ki, hər üç kəşfiyyat xidməti əlbir və fəaliyyətlərin koordinasiya edərək işləyiblər. NKVD-nin Tehran konferansı zamanı təhlükəsizlik məsələsinə son dərəcə ciddi yanaşdığı, ən adi güzəştli istisna etmədiyi göstərilir. Bildirilir ki, 1943-cü ilin payızında keçirilən tarixi görüşdən əvvəl və görüş ərzində Sovet xüsusi xidmətləri Tehranı tam nəzarətə götürüb. Arxiv sənədlərinin ən dramatik hissəsi isə konferansdan 6 gün əvvəl 1943-cü ilin noyabr ayının 22-sində baş verən hadisəyə dairdir. Moskva-Ryazan xəttinin Xalatugin stansiyasında Stalin istifadə etdiyi qatarın paravozunun damına 3 nəfər gizlincə minib. Sənədlər əsasən bu cinayətkar ünsürlər dərhal yaxalanıblar və NKVD-nin mühafizə bölməsinə təhvil veriliblər. Onların dərhal güllələndiyi bildirilir. Söz yox ki, bütün Avropanın, eləcə də dünyanın yarısının ağuşuna almış qanlı müharibə fonunda Stalin, Roosevelt və Churchillin üstünlüyünün həyatına təhlükə olub. Hitler onları öldürə bilsəydi, müasir dünyanın mənzərəsi tam başqa cür ola bilərdi.